Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Masallı su meliorasiya sistemlərinin istismarı idarəsinin əsas işi kənd təsərrüfatı bitkilərinin suvarılmasının təşkili, əhalinin içməli su ilə təminatı rayon ərazisində suvarma və içməli su şəbəkələrinin istismarını aparmaq və onlara nəzarət etməkdir. Rayon ərazisində 10.131 hektar sahələrdə suvarma işlərinin aparılması üçün əsas su mənbəyi olan Viləşçay su anbarından, Babaser su anbarından, 37 ədəd kiçik su tutarlarından istifadə olunur. Suvarma ilə əlaqədar olaraq müntəzəm işlərimiz davam edir. Bu məqsədlə kanalların lildən, qamışdan, çolçosdan təmizlənməsi işləri görülür. Ayrı-ayrı ərazilərdə sel daşqının qarşısını almaq üçün bənd bərpa işləri görülür. Əhalinin kənd təsərrüfatı bitkilərində suvarma suyunun daha geniş yaxşılaşdırmaq məqsədi ilə müntəzəm olaraq idarəmiz çalışmaqdadır. Görülən meliorativ tədbirlər fermerlərin işini asanlaşdırıb. Fermerlər əvvəlki illərlə müqayisədə əkin sahələrindən daha bol məhsul əldə ediblər. Bu isə onların yaşayış rifahını yüksəldib. Çəltik su sevən bitkidir, məhsuldarlığı da qəşəngdir. Bu hektarına biz 42-43 sentrə yaxın məhsul götürdük. Şükür Allah bazarımız da var. Su bizə verilir, su tutar bəndlərimiz var. O vaxt Cənab Prezidentin əmri ilə o bəndlər təmir olunub, 27 su tutar bəndimiz var. Həmin o bənddən bizə su verilir. Masallı su meliorasiya sistemlərinin istismar idarəsi Masallı rayonunda əkin sahələrini suvarma su ilə təmin etməklə yanaşı əhalinin içməli suya olan tələbatını da ödəyir. Viləşçay su anbarı vasitəsilə Masallı və Cəllabad rayonlarının su təminatı həyata keçirilir. Hər iki rayona içməli suyun verilməsi Masallı rayonu Qəriblər kəndində yerləşən su təmizləyici qurğu vasitəsilə təmin edilir. Əhalinin fasiləsiz içməli su təminatını həyata keçirmək üçün hazırda işlər davam etdirilir. Masallı rayon ərazisində dövlət proqramına əsasən su və kanalizasiya xəttləri çəkilmişdir. Hal-hazırda Masallı şəhərinə, şəhər mərkəzi və şəhər mərkəzinə bitişik 6 kəndə içməli su təminatı həyata keçirilir. Masallı şəhərinin şəhər mərkəzi paylayıcı şəbəkə vasitəsilə, ona bitişik 6 kəndi isə bulaq tipli su şəbəkəsi vasitəsilə əhalinin su təminatı həyata keçirilir. Su itkilərinin minimuma endirilməsi və əhalinin fasiləsiz içməli su ilə təmin olunması məqsədi ilə rəhbərlik tərəfindən daxili imkanlar hesabına Masallı rayonu Bala, Təkli və Kürdəbaz kəndlərində sərğazlaşdırma işləri həyata keçirilir. Qeyd edək ki, idarə tərəfindən sel və daşqın sularının maneəsiz ötürülməsi üçün Viləşçayı, Buradigah çayı, Taxta çayında, o cümlədən əkin sahələrinin suvarma su ilə təmin edilməsi məqsədi ilə rayonun Həsəni, Eminli, Xocavar, Bambaşı, Öncəqala, Şərəfə, Köçərli, Hacıtəpə, Xıl, Xırmandalı, Qədirli, Alışanlı, Ərəb, Şıxlar, Qızlağac, Sərcuvar, Çaxırlı və digər kəndlərində torpaq qazma işləri görülüb.